ses etmem, susarım anıların hatırına. Sen yoksan ölümden ne farkı var? Gel etme, dön artık, üzüleceğim artılar. Kitabına uydu sen, yine bana gel. Ben kölen olurum, sen gitarıma tel. İlaç yaralarıma, her acı geçer. Beyaz o karalarıma, bu nasıl keder? Niyetin çat çat çatlatmaksa, inadına pat pat salla kalça. Bir de peşimde gezinen Dileneceğim sensiz akşamlarda. Böyle sevmeden anlamazlar. Görünce durumu yok kan damarda. Gelse kederimi yazsa baştan. Biraz daha öpsem şu bal yanaktan. Böyle sevmeden anlamazlar. Görünce durumu yok kan damarda. Gelse kederimi yazsa baştan. Biraz daha öpsem şu bal yanaktan. Dinlettir boynu bükük şarkılar. Ses etmem, susarım anıların hatırına. Sen yoksan ölümden ne farkı var? Gel etme, dön artık, üzüleceğim artılar. Dinlettir boynu bükük şarkılar. Ses etmem, susarım anıların hatırına. Salih. Sen yoksan ölümden ne farkı var? Gel etme, dön artık, üzüleceğim artılar. Anlatsam ağlar şu duvarlar, kumar gibi aşk, hiç şansım yok. Ne zaman uyansam, konuşsam, düşünsem yine sen o. Anlatsam ağlar şu duvarlar, kumar gibi aşk, hiç şansım yok. Ne zaman uyansam, konuşsam, düşünsem yine sen o. Dinlettir boynu bükük şarkılar. Ses etmem, susarım anıların hatırına. Sen yoksan ölümden ne farkı var? Gel etme, dön artık, üzüleceğim artılar. Dinlettir boynu bükük şarkılar. Ses etmem, susarım anıların hatırına. Sen yoksan ölümden ne farkı var? Gel etme, dön artık, üzüleceğim artılar. Bravo. Bravo. Cüce ve Cüce Fan Klubu'nun rehberi Murad Arif. Ya da Murad Arif Fan Klubu'nun üzvü Cüce. Ağa, mən bugün cücəni pişirməyə gəlmişəm. Dinlettim boynu bükük şarkılar. Gel etme, dön artık, üzüleceğim martılar. Ama bu martı değil de bu cücedir, bilirsiniz. Ben bir şey deyim, cüce suyu şirin gelir, doğma gelir. Niye? Çünkü onun da, benim de obrazlı desek ve yozulmasını xahiş edirəm. Bilirəm, biz de hansınız bu ünvana baxıram. De. Göbeğimiz içtimai kanalda kesilib. Aa! Bəli. Kim Murat, kim? Bu cüce bizim sevimli cücemizdi. Kimdi o? Cümə axşamlarının ulduzu. Aha. Salih Bağırov. Nigar. Əvvəla Bəli, çıxış, cücənin ifası, sonra bu maska arxasında hansı məşhurdur? Biz ümumiyyətlə düşünürdük ki, ola bilər ki, Nərmin Kərimbəyev əslində düşünürdük. Nərmin Kərimbəyev. Əvvəl düşünürdük. Aha. Hə, amma kişi səsi gəldikcə, çünki mən bilirəm, martılar mahnını Nərmin Kərimbəyev tez-tez ifa edir tədbirlərdə və amma belə bir kişi səsi gəldi, düşündüm, bəlkə bu aparıcıdır, çünki müğənniyə biraz belə də nəsə Hansı oxşamır. Aparıcı hansı? Mən dönəm idman aparıcısı Sənan var idi. Şəfizadə. Şəfizadə. Mənə elə gəlir ki, biz hamımız elə bil eyni dalğaya köklənmişik və anlayırıq ki, səs sənətçisi deyil, müğənni deyil, amma ürəyi musiqi ilə yoğrulan birisidir və aparıcıdır və əgər artıq iki aparıcının adı səsləndirsə, mən də daha birisini söyleyeyim, o da öyrəncəlidir belə atmosferə. Çünki o Səs Azərbaycanın da aparıcısı olub. Bəlkə Azər Süleymanlıdır. Azər Süleymanlı. Mən elə qalıram öz seçimimdə. Bu Nurandır, Nuran. Acı Nuran. Yekə pencə giyinən. Hə, Nuran, müğənni Nuran. Müğənni Nuran. Amma sizə bir söz deyim. Baxın, deyir ki, bununla mən sizə xəbərlərimi çatdırdım.
Mən elə gəlir ki, ya xəbər aparıcısıdır, ya da ki, ümumiyyətlə aparıcıdır ki, onu deyir. Nuranın nəsə xəbərlərlə geçən Var, bütün jurnalistlər onun PR-ı ilə məşğuldur. Mən keçən dəfə də elə aparıcıdan yola çıxmışdım. Fərid Rəsul söyləmişdim. O yol filan bu məsələlərlə bağlı. Dedi güclüyəm, gücü olmağına baxmayaraq güclüyəm. Bəlkə də bu maskanın arxasında bir idmançı dayanıb. Bəlkə Rafael Ağayev eyni də. zamanda Şirinəm dedi. Rafael Ağayev də şirindir. Niyə də Rafael yox? Ağayev şirindir. Məncə çox şirindir. Bir dəqiqə. Niyə də yox? Şirinov kim var bizdə? Və əgər şirin istəyirsinizsə, sizə bir dənə də şirin ad söyləyim. Ürəyim gedir onun üçün. İllərdir, yəni onu görəndə də, istəyir küçədə görüm, istəyir Bakıda, istəyir efirdə onu bizə Bakı haqqında danışsın və yaxud caz haqqında danışsın. Rahib Azəri. Rahib Azəridir bəlkə bu maska arxasında. Nicat Rəhimov var şirin. Hə, Şirin, Nicat Rəhimov. Cücə özü haqqında 2 məlumat verəcək. Doğru və yanlış məlumatı. Cücə, buyurun. Birinci məlumat. Qərətçilərin qurbanı olmuşam. Mən qarətçilərin qurbanı olmuşam. Və ikinci məlumat. Oğruların qurbanı olmuşam. Dünyaya şüşə arxasından baxıram. Dünyaya şüşə arxasından baxıram dedi. Qarətçilərin qurbanı olmuşam dedi. Sonra dedi ki, dünyaya şüşə arxasından baxıram. İkinci məlumatı daha doğru hesab edir. Niyə deyim? Auditoriya. Buyurun Faiq bəy. Niyəsini də deyim. Əgər o dünyaya şüşə arxasından baxırsa, Eynək. deməli televiziyada aparıcıdır və o şüşənin arxasından Zaur bütün- Baxşəliyev. Oo, Kamilə, ola bilər. Kamilə, səncə kim ola bilər? Zaur Baxşəliyev özü də ki zor oxuyur. Özü də Yo, mən Qəşəng də düşünmürəm səsi ki, var. aşıq Zaurdur. nəvəsidir, zor da oxuyur. Yox, Kamilə xanım, Zaurdur. sizcə aparıcı bir dənə at. Lütfən mikrofonu götürün. Olsun Azər. Süleymanlı. Nigar aparıcı olsaydı kim olardı? Sən an demişkən. Sənan, Murad. Mən səsi ümumiyyətlə Salih Bağırovun səsinə bənzətmişəm. Coşqun bəy deyir ki, bəlkə eynək taxır. Yəni ona görə deyir, şüşə arxasından baxıram Bu dünyaya. ikinci versiyadır. Eynək taxan bizdə rəsmən eynəklə efirə çıxan kim var? Bizdə müğənni var, Çox Nuran sağ ol. var. Yəni Yo, o yalan. böyük geynə. Nuran deyəsən sən kartıva pul göndər be. Bəğdan ancaq onun adını deyirsən, ay professor. Mənim bir hekayə yadıma düşdü Buyurun. qarətlə bağlı, amma bu uzun illər əvvəl olmuşdu. Söhbət gedir ifaçıdan, Zaur Əmiraslanov. Onun avtomobilini bir dəfə qarət etmişdilər. Uzun illər bundan əvvəl, amma bilmirəm indi səsini bu Buradan- qədər mi dəyişdi, belə Buradan mi oldu? Zaura Atəşin salamlar, o bizim ən kübar ifaçılarımızdan biri. Özü də deyəsən bu şəhərdə konsertində olmuşdu. Bəli, Təxminən, bəli, eyni Biz dönəmlərdə uğramışdıq ha, uğramışdılar. Son olaraq Murad, sizin versiyanı eşitdik. Salih. Salih Bağırov, Nigar Kemal, Sənan. Faiq Ağayev, Mən də 2 dəfə deyim. Azər Azər, Süleymanlı. Azər Süleymanlı, Kamilə Babayeva, Rəvan Bağırov. Rəvan Bağırov və Şüşə arxasından baxır ola dünyaya. bilər. Niyə də yox? Və Coşqun Rəvan, Və Mustafa sonda Sandal. mən deyirəm, Zaur Bəxşəliyev. Zaur Bəxşəliyev. Dərin təşəkkürlər. Cücəni də yola salaq, artıq yoruldu. Cücə, hələlik. Detektivlərimizin bu ana olan təxminləri belədir. Bəs siz necə düşünürsünüz? Cücə maskası arxasında kimdir?